Günün ilk qəhrəmanı Eltaç Hümbətovdur. İdman sahəsində bir çox uğurlar qazanan Eltaç, eyni zamanda Litvada karatenin Şinkyokşin növü üzrə keçirilən Avropa çempionatında ikinci yer tutub. Amma bu onu məyus etmədi. Çünki elə həmin çempionatda birinci yeri həm yerlimiz Emin İsmailov tutdu. Əlbəttə, Eltaç bununla kifayətlənə bilməzdi. Belə ki, idmançının Günay və Məhəmmədlə görüşündən sonra komandamız daha bir sevindirici xəbər aldı. Bu haqda surətdə biləcəksiniz, amma düşünməyin ki, Eltaç yalnız idman sahəsində öz sözünü deyir. Daha ətraflı isə əməkdaşlarımız danışacaq. İştirak etdiyi hər yarışmada əzmlə, cəsarətlə mübarizə apararaq yalnız qələbəni düşünən Şinkyokşin Karate Azərbaycan yığma komandasının üzvü Eltaç Hümbətov. Gözümüzü açandan idman ailəsində olmuşuq. Atam, qardaşlarım idmanla məşğul olub. Baxmayaraq ki, ilk vaxtlar mən Kyokşin Karateyə həvəsim yox idi. Deyirlər evdə səni qoyacaq bu idman növünə, daha doğrusu döyüş növünə məşğul olacaqsan. Mən istəmirdim. Karateyə yəni zəif bir idman kimi baxırdım, çünki bilmirdim işin içini. İlk öncə qaydasız döyüşə, belə yəni biraz soyuqqanlı döyüşlər həvəsim var idi. Dediyim kimi, yəni Kyokşin Karatenin nəyə qadir olduğundan xəbərim yox idi. O, 16-18 yaş aralığında 3-cü yerin sahibi olmaqla yanaşı, 2014-cü ildə Avropa çempionatından da 2 dəfə nəticə ilə qayıdıb. Belə ki, Eltaç Litvada karatenin Şinkyokşin növü üzrə keçirilən Avropa çempionatında gümüş medalın sahibi olub. Sözü gedən yarışmanı izləyə bilərsiniz. Bu yarışda bizdə heç bir həyəcan yox idi. Baxmayaraq ki, çəkimizdə həmişəkinə nisbətən güclü döyüşçülər gəlmişdi. Yəni, əksər titullar Avropa çempionu idi, Avropada yer tutmuş döyüşçülər idi. Yəni, güclü döyüşçülər var idi. Buna baxmayaraq ki, biz onlardan təcrübə cəhətdən geridəyik. Yenə də inamla döyüşərək bunlara da qalib gəldik. Azərbaycanın güclü döyüşçülərindən biri də Eltaç Hümbətovdur. İsmailli Emindir. Bunlar əlbəttə ki, Azərbaycan bunlarla başda biz olmaq şərti ilə fəxr edirik. Bu il Azərbaycanda keçirilən Avropa çempionatında 30-31 may ayında keçirilən və bir də Litvanın Kaunas şəhərində keçirilən noyabr ayının 6-sında oldu. Bu yarışda Azərbaycanın bayrağını bir daha ucaltdılar və bir daha Kyokşin Karate dünyasında bir daha öz izlərini qoydular. Bugün Eltaç müəllimlərinin inamını doğrultmağa davam edir. Müsahibimizlə görüşümüzdən bir gün sonra növbəti sevindirici xəbər aldıq. Belə ki, 18-35 yaşlı kişilər arası açıq Azərbaycan çempionatında 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Eltaç birinci yerin sahibi oldu. Həmin anları təqdim edirik. Qeyd edək ki, 7 dəfə Azərbaycan çempionu olan idmançı son uğuru nəticəsində 18-35 yaş arası Avropa çempionatına da vəsiqə qazandı. Komandamız adından Eltaçı bir daha təbrik edirik. İdman, Eltaç Hümbətovun həyatında önəmli rol oynasa da, onun başqa sahə olan həvəsindən də danışdıq. Bu, fotoqrafiyadır. Fotoqrafiyalar gün ərzində məsələn elə olur 12 saatda məşğul ola bilirik. Yəni 12 saat gedən çəkilişlərimiz olur. Elə olur gün aşırı, yəni 24 saat ərzində, yəni deyəndə belə inandırıcı gəlmir. Ancaq düşünəndə ki, o şəkilləri çəkirsən və evə gedirsən gecə səhərə qədər
yatmadan işləyirsən, həqiqətən də yəni 24 saat işləmək mənə elə gəlir ki, asan bir iş deyil. Hər iki işim çətindir, ancaq mən heç vaxt həyatda yəni asan işlərə qaçmıram. Həmişə çalışıram çətin olanlara qaçım ki, ən azından çəkdiyin əziyyətin sənin üçün bir marağı olsun, dəyəri olsun. Janrlarda mən ayrı-seçki qoymağı sevmirəm. Yəni, əgər fotoqrafsansa, sənin fotoqrafiyaya aid olan hər bir janra xüsusi həvəsin olmalıdır. Əlbəttə ki, özünə fotoqraf deyən həqiqi fotoqraflar kimi mən də demək olar ki, hər bir janrda işləmişəm. Sadəcə üstünlük verdiyim janrda love story-dir, yəni cütlükləri çəkməyi sevirəm. Bu həm mənim hobbimdir, həm də hobbimdən qazanc olaraq istifadə edirəm. İdman həm sağlamlıqdır, həm də özünü müdafiə kimi lazım olur. Ancaq yəni mənim məqsədim nə sağlamlıq, nə də müdafiədir. Mənim məqsədim, mənim fikirlərim yalnız bayrağımızı ucalarda saxlamaqdır. Günay və Məhəmməd Gəncsən üçün.